Azərbaycan serial və filmlərində türkiyəlilər hər zaman yaxşı obraz kimi təqdim olunur. Lakin biz bunu onların layihələrində görmürük. Qafqaz.info xəbər verir ki, bunu aktyor Elməddin Cəfərov Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində tanınmış kinosimaları ilə keçirilən görüşdə deyib. O, tədbir zamanı azərbaycanlı obrazların Türkiyə seriallarında pis göstərilməsini qınayıb. Buna görə inciyirik. Azərbaycanlılar həmin layihələrdə süpürgəçi və ya buna bənzər obrazlarda təqdim olunur. Elməddin Cəfərov daha sonra aktyor Berk Oktayın "Amma Kənan Emin bizim serialda komandir kimi çəkilmişdi" sözlərinə cavab olaraq həmin serialın sponsoru da azərbaycanlılar idi deyə bildirib. Həmçinin görüşdə Türkiyəli aktyorlara Azərbaycan mahnılarının onların filmlərində səslənməsi və bəzi ekran işlərində Azərbaycan dilinə qarşı hörmətsizliklə bağlı iddialar barədə sual ünvanlanıb. Türkiyəli sənətçilər bildiriblər ki, hər iki xalqı birləşdirən ortaq dəyərlərə hörmətlə yanaşılır və belə halların yanlış anlaşılmadan qaynaqlandığını düşünürlər. Berk Oktay isə mövzu barədə danışarkən deyib ki, sənətdə əsas məqsəd xalqlar arasında körpü yaratmaqdır. Azərbaycan musiqisi və dili bizim üçün böyük dəyərə malikdir. Əksinə, biz filmlərdə bu zənginliyi təqdim etməkdən qürur duyuruq. Qızılcıq Şerbeti serialında həmin səhnədə oynayan aktyorlar mənim yaxın dostlarımdır. Əgər yanlış anlaşılma olubsa, bu heç vaxt qəsdən edilməyib. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunurdu və biz bununla bağlı danışdıq. Həqiqətən belə anlaşıldığı üçün çox məyus idilər. Bu səhnədən sonra daha diqqətli olacaqlarını söylədilər. Qeyd edək ki, bir müddət öncə Türkiyənin Qızılcıq Şerbeti serialında yeni rol alan asil musiqisi mərhum xalq artisti Məmməd Bağır Bağırzadəyə məxsus Ay saçı burma mahnısının sədaları altında rəqs edib. Mahnının səsləndirildiyi səhnə sosial şəbəkələrin Azərbaycan segmentində birmənalı qarşılanmayıb.